Salam dostlar, bugün sizə analog siqnalın emalını göstərəcəm. Çalışacağım bir funksiyanı STL-də yazım və FBD blokunun üzərindən də göstərəcəm. Deməli, məndə artıq Simatic Manager açıqdır. Siz də zəhmət olmasa açın və keçin bloklara və OB1 blokunu seçirik. OB1 blokunu seçdiniz, keçirsiniz FBD-yə və burada Move-u seçirik. Deməli, yazırıq PIV 304, yəni W bilirsizdə nə deməkdir? Keçən dərslərdə bunu izah eləmişdik sizə. Və çıxışı da yadda saxlayacaq MV 40-da məsəl üçün. Enter. Və bunu save edirik. Save edəndən sonra, deməli, simulatorda yoxlamaq üçün simulatora start veririk. Tak, bizə lazım deyil. Tamam. Və ramp və yazırıq bizim proqramı simulatorun daxilinə. Yes. Ok. Yes. Tak, uşaqlar, deməli bizdə simulator errora düşdü. Təxmin eləyirəm nəyə görədir, amma bir dənə də yoxlanış eləyək. Ramp bir dənə də yazaq. Yes. Ok. Tamam, bir də yoxlayaq. Yox, yenə qaldı errorda. Təxmin eləyirəm ki, biz P adreslərin deməli simulatorda istifadə edə bilmirik. Çünki o birbaşa fiziki çıxışa gedir. Ona görə gəlin bizim blokda dəyişiklik eləyək. Tak, burada P-ni silək. Qalsın. Tamam. Save eləyək. Və yenidən yükləyək bizim bloka. Bizim simulatora. Ok. Və bir də yoxlayaq. Bəli dostlar, işlədi. İndi isə test eləyək. Deməli, keçirdək online rejimə və gələk bizim bloka. Gəlirik bizim bloka, OB1 blokuna. Və açaq bizim simulator. Burada istəyirsiniz decimal keçirin indidən. Və burada yazırıq EV 304 və yazırıq məsəl üçün 24 düzdür. İşlədi. Sliderlə də yoxlayaq. 24 bəli, dəyişir dostlar. Sıfırdan üzü yuxarıya kimi. Bir dəqiqə slider int bizə nə verir? Bəli. Tamam. İndi isə dostlar, bura STL dilində bir funksiya yazacağıq. Düzdür. Funksiyalar yazacağıq, daha doğrusu ki, biz bu siqnalı emal eləyə bilək. Onun üçün bağlayırıq buranı və bunu və yenidən bloku açırıq. Və keçirdirik bunu STL-a, yeni network əlavə edirik. Burada yazırıq ITD, yəni integer to double deməkdir, to divert ya double integer deməkdir. Ondan sonra yazırıq double to real. Ondan sonra inşallah yadınızdadırsa deməli bizim düsturumuz nətər idi? Köhnə dərslərdə yadınızdadırsa, bundan qabaqki dərs idi, səhv eləməmişsə. Deməli, biz götürməliyik MV 40-ı, bölməliyik 27648-ə, vurmalıyıq 900-ə və bunun üstünə gəlməliyik 100. 900 ilə 100 nədir bizdə? 1000 götürürəm mən high level-ı və 100 götürürəm low level-ı. Deməli, nə edirik? Akkumulyatorun yaddaşına yazırıq bu rəqəmi. .0
Sonra bunu bölü reala. Sonra akkumulyatorun yaddaşına yazırıq 900'ü. Bunu vururuq reala. Ondan sonra akkumulyatorun yaddaşına yazırıq 100'ü. Və üstünə gəlirik realı. Və bunu saxlayırıq yadda. Məsəl üçün MD45-də. Belə. İndi isə test eləyək. Uşaq STL dilini ayrıca öyrənə bilərsiniz, amma hələ ki məsləhət görmürəm. Mən özüm C proqramçısı işləmişəm, biraz mənə rahat gəlir. Amma kim proqramçı işləyibsə, ona daha rahat olacaq. Tamam, bu bloku save eləyirik və yazırıq yenidən PLC-nin yaddaşına. Yes. Ol. Yes. Yoxlayaq, baxaq bizim PLC işləyir, normal, bəli, normal işləyir və indi nə edirik? Keçirik online rejimə və açırıq bizim bloku. OB1 blokunu. Bəli, OB1 bloku açıldı və monitor işarəsini basırıq. Və dostlar, buranı da keçirdə etsin olan. Tamam. İndi isə yoxlayaq. Qaydaq bizim PLC-yə və burada yoxlayaq. Yəni, dəyişmələr işləyir. Bu funksiyanı istifadə edə bilərsiniz bu yazdığım proqramı STL-da. Amma burada bir nüans var. İndi scaling-i əlavə edəndə deyəcəm. Mən nüansıdır. Amma belə normal işləyir. Heç bir problem yoxdur. Deməli, yenidən bunu bağlayaq və buranı da bağlayaq və scale funksiyasını əlavə edək. Keçək bloklara, OB1 blokuna. OB1 blokunda deməli seçək FBD, Insert Network və scale funksiyasını istifadə etmək üçün library gəlirik. Və burada bizə standart library lazımdır. Standart library içində TIS7-ni seçirik. Funksiya 105 idi, səhv etməmsə. Bəli, 105 funksiyasını bura əlavə edirik. Niyə 2 dəfə gəldi? Tamam. Input götürürük, deməli, IV304. Ondan sonra burada high level bizdə nə idi? 1000.0. Low level bizdə deməli 100.0. Deməli, bipolar nədir? Siqnallar bizdə iki cür ola bilir. Bipolar, bir də unipolar. Bipolar bizdə nə siqnaldır? Yəni, sıfırla da gəlir. Sıfır, ondan məsəl üçün 10 volta qədər. Ona görə bizə unipolar lazımdır. Onun üçün də nə edirik dostlar? M255.0. Yəni, istənilən merkili, hansını ki istifadə etməyəsiniz, onun bu dəyərin içində sıfır yazmalısınız. Bir yazanda bipolar olur, sıfır yazanda unipolar olur. Və burada əsas məsələ nədir? Əsas məsələ odur ki, retval bizdə bu funksiyada error olanda biz həmən erroru harada saxlamağı, hansı yaddaşın içində saxlamağı imkan verir. Yazıram MD50 və burada yazıram MD60 çıxışı. Və dostlar, bunu da save eləyək və yükləyək PLC-yə, yoxlayaq, baxaq bizdə problem var, yoxsa yoxdur. Download. Ok. Hold. Yes. Tamam. Hər bir şey normaldır burada. Və keçək online. Online'a açaq bizim bloku. OB1 blokunu açırıq. Bağlayaq və gələk bura. Açkimizi taxaq.
Tamam, dəyərlər gəldi dostlar və burada artıq dəyişiklik edə bilərik PLC-nin üzərindən. Bəli, bizdə dəyərlər dəyişir. 506, 315. Tam məsəl üçün bizdə maksimal əgər 1000 desə nə qədər gələcək? 6000 böyle yazaq. 27648 yazsaq tam olaraq 1000 olur. Və bu funksiyada da güman edirəm belə göstərəcək. Burada biraz artıq göstərir nədənsə. Dostlar, bu funksiyamızda işlədi. Adətən bu scale funksiyası demək olar bütün PLC-lərdə işləyir. Ondan əlavə də normalize funksiyası istifadə olunur. Məsəl üçün mən Mitsubishi-də move funksiyasından istifadəsini görmüşəm. TIA portalda normalize istifadə olunur. TIA portalının dərslərini ayrıca eləyəcəyik. Orada da birbaşa proyektlərdən istifadə edəcəyik. Yenə də çox sağ olun dostlar, təşəkkür edirəm hamınıza. Əlavə sualınız olsa, yəni Tasklar saytına ya da bizim YouTube kanalımızdan verə bilərsiniz.